Okey. Gəlib başlayaq yazmağa. Deməli birinci nə edirik? Index HTML-imizi yazırıq, düzdürmü? Azərbaycanda Windows Space. Windows Space. Index HTML-imizi yazırıq. Bunu yazdıq. Bir dənə buradan 100% bir dənə skriptimizi yazırıq. Main.js və buradan da deferi yazırıq. Ctrl S. Buradan da yazıram bir dənə main.js yazıram. Map. Okey. Biz arxa planı yazmışdıq. Yox, RV metodlarındakı map yazmırıq. Okey. Yaza bilərsən arxa metod, mapin arxa fondakına. Ha, yazmışdıq da onu. Yazmışdım. Ay sağ ol. Okey. Bugün tanış oluruq map və setdən. Map və set nədir? Map və set ECMAScript 6-da gəldi. Obyekt nədir? Bax, məsələn, İbrahim, sənin obyekti soruşsam, nə deyərsən? Obyekt nə deməkdir? Yəni, obyekt nə edir? Obyektin içində məsələn şeylər olur, həm şeylər olur. Məsələn, obyekt kimi bir insanı götürürsən. Yəni, obyektin içində bir data saxlayır, düzmü? Yəni, data structure-ın bir hissəsidir obyekt. Necə array, necə primitive val var. Belə də map və set də data structure-ın bir hissəsidir. ECMAScript 6-da çıxdı və çıxma səbəbi nə oldu? Birinci gələk obyektin keylərindən danışaq. Sonra, obyektin keyləri hansı type-da olur? Primitive. Bax, let human yazıram, düzdürmü? Name'i var, məsələn, daşqın, düzdürmü? Surname'i də var. Surname. Abdullah. Okay. İntervyuya getmişsiniz. Bir dənə belə obyekt göstərirlər sizə. Bax, belə bir obyekt göstərirlər. Deyirlər ki, name hansı type-dadır? Yəni key, obyektin keyi hansı type-dadır? Array'dir, obyektdir, string. Yaxşı, obyektin keyi hansı type-larda ola bilər? Uşaqlar, nə boolean qurban sizə? Let person deyirəm. Gəlib burada true deyib belə bir şey yaza bilərəmmi? Yaza bilmərəm. Bunu string kimi götürəcək. Bildiyiniz true kimi götürməyəcək. Və yaxud belə bir şey yaza bilərəmmi uşaqlar? Nə? Key. Keydən danışıram. Function. Uşaqlar, deməli, obyektin keyləri. Birinci key nədir? Aysel, key hansı olacaq imanda? Aysel, surname nədir bəs? O da keydir. Fərid, keyləri zəhmət olmasa de, humanın keylərini. Name, surname. Okay, hamı bilir bunu. Deməli, burada da qeyd edirəm. Obyektin keyləri yalnız string və simbol ola bilər. Okay? Başqa heç bir type-da ola bilməz. Nə boolean, nə undefined, nə null, nə obyekt, nə array, nə function. Heç bir type-da ola bilməz. Yalnız string və simboldur. Yaxşı. Biraz böyle dersen. Okay. Yaxşıdır yoxsa biraz da dedim? Biraz da. Biraz da. Okey. Yaxşı. Okay. Bunu yazdıq. Düzdürmü? String və simbol ola bilər. Bu arada bunu sual verirlər ha. İmana deyirlər ki, obyektlə mapin fərqi nədir? Tamam, imana bu sualı orada verirlər. Okey. Biz bildik ki, obyektin keyləri yalnız string və simbol, düzdürmü? Və JavaScript-də müəyyən nüanslar çıxırdı ki, key fərqli type-da olması gərəkirdi. Obyekt olması, yaxud array olmasından fərqli keylərdən istifadə eləmək istəyirlər. Ona görə ECMAScript 6-da nə edilər? Map'i gətirdilər. Tamam? Nə edirik? Map'də nə varıq? Let map deyirəm. Const map'də yaza bilərəm. Bərabər eləyirəm. Map'dən instance alıram. Bu termin artıq sizə tanış olmalıdır. Instance almaqda. Biz həm nədə tanış olduq bu instance almaq məsələsində? Bəli? Yes, constructor function. Necə onu alacaqsınız? New deyirdin, düzdürmü? Və declare elədiyim, yəni yazdığım function adını deyirdim. Human yazmışdıq, car yazmışdıq, düzdürmü? Bu isə, bəli,
Bəli, bəli. New map. Bu isə bəli, artıq bunu JavaScript bizə verir. Biz bunu custom yazmır. Bunu JavaScript bizə verir ki, götür istifadə elə. Mapdir. Aldığım bütün keylər deyəndə hamısını new maplə götürür özünə. Necə? Map'in sahib olduğu başlanğıc məsələn nə dəyərlər, keylər varsa property olaraq new map'ə də aid olur da. Map'in başlanğıcı deyiləndə nəyi nəzərdə tutursan? Map özü base obyektin instans alır o heç. Ya biz məsələn bir map yaratmışıqsa və yaxud da ki, nə obyekt deyək də, obyektə başlanğıc nə keylər yazmışıqsa, new map ancaq onlar mənimsədir. Məsələn, new map'ə atıram ki, map'in içində şey var, obyektimizin içində. Name, surname var. New obyektimizdən bir age yazmazsa götürə bilməyəcək, səhv olacaq da. Colon edirdik. Gəl yazaq. Yoxsa yox, mən elə... Gəl mən biraz gəl yazaq. Map'də keylərimizi yazaq. Ondan sonra bir dənə də zəhmət olmasa sual ver. Görün. Yaxşı. Map'i yazdıq. Bəli. Arxa rəngi dəyişə bilərik. Niyə? Görürəm. Disable deyə bilərsiniz. Yox, extend eləməmişdim axı onu. Yoluna çıxıb eləmişdim. Məncə settingsdən dəyişir. Nə qoyum? Belə okeydir. Çox. Tamam. Map'i yazdıq. Deməli, map'dən instance aldım. İndi bunun köməyi ilə nə edəcəm? Obyektdən fərqli olaraq map də obyekt kimi key value pairs məntiqindədir. Necə obyektdə key value məntiqidirsə, map'də də eyni şey olacaq. Tamam? Maplə obyektin fərqi elə bundadır ki, biz map'ə istədiyimiz type-da key verə biləcəyik. Gəl verək. Tamam? Reference type-larla aiddir. Bəli. Deməli, map. Aha. Normalda mən humana əlavə bir key əlavə etmək istəsəm, necə edərəm onu? Human nöqtə deyərəm. Məsələn, əlavə etmək istəyirəm age. Düzdürmü? Nöqtə age qoyacağam. Bərabər eləyəcəm məsələn 25. Düzdürmü? Okay. Və human da artıq age yaranmış olacaq. Konsola vermirəm də, yəni bu hamısı məncə bilir. Gəlirik indi mapdə nə edirik? Öz map obyektimizi doldururuq. Necə? Mapdə 3 metod var uşaqlar. O metodların köməyi ilə biz key-də əlavə eləyəcəyik, həmən key-yi siləcəyik və həmən key-yi prosta görmüş olacaq. Yəni value-nu konsola vermiş olacaq. Birinci nə edirəm? Birinci key-imi əlavə edirəm. Nədən kömək alıram? Set metodundan kömək alıram. Nöqtə qoyuram. Bax burada set metodu var. Set metodundan kömək alıram və set metodu 2 arqument qəbul edir. Yəni arqumentlə parametrin fərqi nədir? Parametr təyin edib, define edəndə istifadə olunur, arqument çağıranda. Göndərəndə. Göndərəndə. Aha, birinci bildiyimiz bir string verək. Deyirəm ki, map'i də elə human kimi yazaq. Neyim? Və value göndərərəm bu dəfə. Value da göndərərəm, nə göndərək? Kənar. Aha. İndi gəlib map'ə baxmaq istəyirəm. Uşaqlar, burada sırf konsolluğa mən map'i versəm, map'i bir instance şəkildə görmüş olacaqsınız. Instance alınmış şəkildə görünür. Function'ı call etmədən konsola verirsə, birbaşa sizə instance verir, şəklində göstərir. Bax, o şəkildə görəcəksiniz. Gələk baxaq. Console log map. Go live edirəm. Nə görürük? Map görürük. Və map'in içində fikir verirsinizsə, bir obyekt sintaksında nə görürük? Bir key görürük və bir value görürük. Okay? Və prototipi nədir? Map'dir. Amma bu map'də gedir base obyekt var, JavaScript'in bizə verdiyi base obyekt. Ondan inheritance edir. Gələk baxaq. Gəldim prototipə girdim. Biz də bilirik ki, necə qalxırıq yuxarı, prototipə girə-girə qalxırıq yuxarı. Keçən dəfə danışmışdıq bundan prototip mövzusunda. Düzdürmü? Gəlirəm, prototip nədir? Obyektdir. Bir dənə yuxarı qalxdım. Nə edir? Base obyektdən inheritance alıb. Okay.
Yaxşı. Mən stringlə buna set elədim istədiyim value. Yaxşı, indi gələk fərqli tayplardan olan keylərlə başlayaq set edək ki, görək həqiqətən də bunu set edirmi? Map set deyirəm 2. Hə, yox, number verirəm. Düzdür, number verirəm və deyirəm ki, 2 atıram. Bu da olsun İbrahim. Gəlir konsola baxıram. Nə görürük? Artıq gəldi, bunu set elədi. Və yaxud fərqli tayplarla artıq set eləyə gedəcəm. Map set, null, test, map set, array 1 2 3 tamamilə yəni array doldura bilərsiniz. Necə istəyirsiniz doldura bilərsiniz. Buradan deyirəm Rail. Daha sonra bir dənə də gəlirəm obyekt map.set obyektdə bir dənə də test yazıram. Bu da belə və gəlirik buradan da bir dənə test veririk. Gəlirik baxırıq konsola. Hamısını bizə vermiş olur. Fikir versiniz, 3-cü indeksimiz nədir? Array 3 4-cü indeksdə duran obyektdir. Amma uşaqlar, Obyekt çıxarırıq, array kimi çıxarırıq. nə? Belə bizə obyekt kimi çıxarırıq, array kimi çıxarırıq. Bunu deyirsən? Hə, bax burada deyirsən key nə verib? Obyekt verib. Sənin keyin obyektdir. İçində. Hə, bax sənin burada da key value verir sənə. Konkret key value verir. Keyin arraydir, value budur. Yaxşı, biz bunu set elədik. Okay, əla, gözəl. Yaxşı, mən bunu oxumaq istəsəm, normalda siz oxumaq istədiyiniz value-nu necə oxuyursunuz? Human-da Abdullanı oxumaq istəsəz, gəlib nə edəcəksiniz? Ya human.surname deyib konsola verəsiniz və yaxud square bracket-lə atası surname içinə yaxud elə value-nu oxuyacaqsınız, düzdürmü? Amma map-də işlər elə getmir. Map deyir ki, mənim öz metodum var, sən o metoddan mənim value-mu oxutdur. O da obyekt kimi O1-dir uşaqlar. Big annotation O1-ni də hələ o lap axırlarda deyəcəm. Nə edirik? Map.get metodundan istifadə edirəm. Get metodu key istəyir məndən. Deyir key ver, həmən keyyə uyğun sənə value-nu qaytarır. Gəlirəm, verirəm 2. Bunu da mütləq şəkildə konsolda qatıram ki, baxaq. Okay. Nəyi görürəm? İbrahimi. Gəlirəm, nə edirəm? Array atıram. Undefined. Niyə? Nə düşünürsünüz? Banalı versəm çıxardacaq. Obyektdə də mənim başıma oynasacaq. Testi verdi. Amma obyekti də verəcəm, mənə nəyi verəcək? Problemi yaradacaq. Nə? Yes. Array ilə obyekt hansı data type aiddir? Reference. Ay sağ. Mənim bura göndərəcəyimin referensi ilə bura set elədiyimin referensi fərqlidir. Necə handle eləyərik? Nə düşünürsünüz buna? Qardaşım, nə düşünürsən? Necə handle eləyərsən buna? Array bir hoisting, məsələn, array yazaram, onu hoist edirəm, həmin array-in adını gətirirəm. Ay, sağ ol. Let array. Bunu götürürəm, atıram bura. Düzdürmü? Array. Array-in nəyi yarandı? Referensi yarandı, düzdürmü? Həmən bu value-ya. Həmən referensi gətirib bura verirəm və artıq çağıranda da get eləyəndə də həmən referensi ötürülmüş variable-la çağırıram, array. Çünki mən hər dəfə get eləyib ona yeni bir square bracket-də array atsam, onu yeni reference kimi qəbul edir, yeni dəyər kimi qəbul edir. Həmən referensə uyğun onu search edir və deyir ki, belə bir value yoxdur. Artıq nə baş verir? Value-nu görmüş olur. Həmçinin obyekt, function və digər şeylərdə də bu qaydada eləmək lazımdır. Məsələn, let test bunu atıram ora. Testi də verirəm bura. Okay. Və gəlib testi də verəndə bu gəlib mənə testi vermiş olacaqdır. Yəni reference type-lara görə variable-a mütləq set eləməliyik. Yaxşı. İndi gələk
Bir dənə də set əməliyyatı eləyək. Amma həmin set əməliyyatı 2 eyni olacaq. Map.set 2 yazıram Fərid və gəlirəm map.get 2-ni eləyirəm. Nə düşünürsünüz? Fəridi vermiş eləyəcək. İkisini də biləcək məncə. Son set elədiyimiz və primitiv type-dırsa bu nə edir? Fəridi vermiş olacaqdır. Okay? Dedim, yəqin özü normal aparmır obyekt kimi. Ona görə yəqin. Ha, yox. Kim baxa bilmir, çaxa bilmir yəni. Yox. Məsələn, map sənə nəyi vermişdi bayaq? Konsola verərik, baxarıq, error verəcək. Okay, yaxşı. İndi burada bir nüans. Gəliblər, məsələn, intervyu getmiş sual verirlər. Let's test 2 bərabərdir test. 2 dənə belə bir obyektiniz var. Bu suala cavablamısınız. Gəlir deyir ki, yaxşı, Fərdi buna vərəd elədi. Mən növbəti set əməliyyatımı eləyirəm. Test 2 deyirəm. Və nə yazar bura? Something. Deyir, bu halda nə baş verəcək? Tezlə çıxacaq, Samsung-da çıxacaq. Niyə deyir? Çünki ayrı-ayrı şey value-ları set olurlardı onlar. Amma məsələn deyəcək ki, burada value-lar eynidir də, faktiki. Şey olar, testlə test 2 olaraq mənasında. Aha, yəni referansları, Referansları bəli, fərqli. referansları fərqli olduğundan dolayı hər ikisini də yeni value kimi görmüş olur. Ona görə gəlib map test də desəm, test 2 də desəm, hər ikisini də görmüş olacaq. Okay? Amma məsələn eyni prosesi biz 2 üçün etsək, nəyi görəcəm? 22-23 sətirdə də. Ancaq fərqləri görmüş olacaq. Tamam? Yəni reference type-da value eyni olsa da reference-a görə hər dəfə gedir ona ayrıca bir key value yaradır. Okay? Yaxşı. Biz bu getlərlə də bunu çəkdik. İndi gələk həmən key-i silmək məsələsinə. Normalda obyektdə necə silərsiniz? Key-i. Popla silirdi yoxsa? Gələrəm bir dənə, məsələn, surname-i silmək istəyirəm. Əvvəlki Delete deyirəm, delete keyword-dən istifadə edirəm, human.surname yazıram. Konsola da verirəm human-a. Okay. Baxırıq, daşqın. Surname-i sildim. Düzdürmü? Metodun deyil, human nöqtə. Məsələn, pop eləndə sonuncu key silirdi. Pop? Pop idi yoxsa? Pop şeydədir, müəllim, array-dədir. Array-dədir. Ha. İndi gələk bunu mapdə baxaq. Mapdə də uşaqlar eyni metoddan olur. Məsələn, məndə nə var? Name var, key var, null var, array var da. Gələ array-i silək. Deyirəm ki, map.delete nə? Key ver mənə. Key ver, key də nə olsun? Array. Array sil. Sonra da gəlirik, ümumi bir konsol loqa verirəm hər şeyi. Instansa baxaq, görək. Görürük array-i. Yox. Yəni, delete-lə gəldim həmən onu silmiş oldum. Rest-lə əslində necə silirik? Məsələn, mən human obyektindən sildim. Amma rest-lə trick-i silə bilərəm. Necə trick-i silirəm? Deyirəm ki, let, məsələn, surname lazım mənə deyil də, lazım deyil. Düzdürmü? Surname-i çıxardıram. Rest deyirəm. Düzdürmü? Bunu hardan eləyirəm? Human-dan eləyirəm. Gəlirəm. Let another human deyirəm. Another human. Resti deyirəm. Okay? Another human-ı console log-a versəm, mənə şeyi vermiş olacaq. Human-ı vermiş olacaq. Name-i vermiş olacaq. Amma bu yol əslində neysən? Bu trick-idir. Sən əslində human-ın surname-i silmədin. Sadəcə trick işlətdin, name-i götürdün.
Okay? Sonra name bir çıxartdın, qalanını götürdün özünə. Və bundan istifadə olunur. Eləyirik biz bunu. Okay? Yəni delete keyword'ini demək olar ki, istifadə etmirik. Okay? Tamam. Gələk bura. Delete-lə də gəlirik, istədiyimiz key veririk, onu silmiş oluruq. Map'in digər avantajları nədir? Məsələn, bir obyektiniz var, nəsə yazırsınız və həmən mütləq obyektin field olmalıdır ki, izmarit field olmalıdır. Çünki obyektin field gələ də bilər, gəlməyə də bilər. Siz normalda nə edəcəksiniz? O obyektdəki izmariti yoxlamaq üçün bir soqqa verməlisiniz. Bir dənə gəlir ora sual işarəsini atarsınız, if atarsınız, bu undefined və null deyilsə, hə, get falan şeylər. Amma map'də bu məsələ daha rahatdır. Məsələn, bir dənə bura set edirik, map.set izmarit deyirəm, true. Gəlirəm, deyirəm ki, console log map nöqtə sadəcə yoxlamaq istəyirəm ki, izmarit fieldi var ya yox. Has izmarit. Has on property. Hə, aysa. Hazır metoduydu. Base obyektdən gəlirdi. Nə elədi mənə? True-nu vermiş oldu. Yox, əgər bu yoxdursa silirəm. False vermiş oldu. Okay? Has metodu ilə də istifadə olunur. Ən əsas, map'in ən çox istifadə etdiyi hissələr key obyekt kimi verilir. Obyekt key olur. Okay? Tamam. Deməli, sonra for each'e sadəcə salacaqsan. Yəni for each'e çalıb process gəlsən for bir söz var. Map.da yazanda Hə, fora da sala bilirik. Gələk burada bir dənə. Şetil də hardadır? Gəlir neyini bunları bir dənə şey eləyək. Gəlir neyinir? Salır bunları, hamısını bir-bir forda çıxardır. Yəni obyekti də salırsan da fora. Tamam. map sonra nöqtə qoydu yanında orada for Yəni eyni bunun prinsipindədir də. Bunun prinsipindədir də forda for each. Döngəyə salır, istədiyi tutursan. Yəni fərqli orada proses baş vermir. Okay? Obyektin ki, niyə obyekt olsun? Şu arada sıxalım. Obyektin ki, niyə obyekt olsun? Məsələn, sənə fayllar gəlir. Sən orada artıq key kimi çoxlu fayllar var, 10 dənə fayl var. Sən artıq bu key ilə də value tutmağa çalışırsan da, sən key orada nə saxlaya biləcəksən orada? Sənin 10 dənə faylın var, obyektlərdir, ID-si var. Həmən faylın bufferi var. Yəni ki, onu çevirəcəksən, həmən fayl olacaq o, düzdürmü? Sən bunu yığmalısan, bir də nəyəsə yığmalısan buna. Çünki onun üzərində işləyəcəksən. Okay, sən bunu key kimi nə verib yığacaqsan buna, nə gələcək orada? Key kimi sən onu verə bilməyəcəksən ki, 64 array type, 84 array type. Sən verəcəksən, map ilə verəcəksən ona obyekt, elə özünü verəsən key kimi, elə value da verəsən özü kimi, düzdürmü? Artıq forda, məsələn, hansı fayla klik elədisə, salasan həmən map'i fora və yaxud siz salmayacaqsan. Hər hansına klik olunanda imanına həmən fayl lazımdır sənə. Map.get-ə atacaqsın onun ID-sini. Bu da gəlib onu gətirəcək. Okay? Böyle.
Yəni orada bu map'i falan gördünüz bu for each. Yəni o da for kimi döngüyə salır. Entries has keys. Values. Values da sadəcə value'lar nə edirdi? Heç nə. Bu şey eləyəcək. Hamısıları verəcək şeydir. Iteration'a salır. Və saldı iteration'a. Value'ları saldı iteration'a. Oradan da artıq nə istəsən götürəsən. Okay. Yaxşı. İndi gələk setə. Rufina intervyuda veriblər bu sualı. Deməli, bu mapdə biz nəyə gördük? Gördük ki, key və value şəklində obyekt kimi mənimsədirik, obyektə oxşuyur. Fərqi keylər hər hansı bir type'da ola bilir, value'lar hər hansı bir type'da ola bilir. Metodları var və işimizi rahatlaşdırır. Bu get'i də sizdən soruşsalar ki, get də obyektdə kim O1 ilə işləyir, deyirsiniz ki, hə, O1 ilə işləyir. Big annotation'da O1 qısa deyək. Məsələn, human surname deyəndə O1 nə deməkdir? Axtarış sürəti var. Məsələn, bəli. O1'də human'ın surname'i gedib bir dəfə surname'i götürür. O1 odur. Amma döngüdə nə baş verir? Onu sırası gəlib surname'i götürmür. Bir keçir. Tamam? Yəni surname'ə çatacaq qədər, yəni hamısından bir üstünə keçir. Amma obyektdə key verəndə birbaşa istər 30 filtrlik bir obyekt olsun. 24-cü verəcəksənsə birbaşa 24-ü götürür sənə qaytarır. Ona görə o birdir. Map da o birdir. Map'in geti o birlə işləyir. Birbaşa gedir götürür onu. Okay. Yaxşı, indi gələk setə. Set nə edir uşaqlar? Set də ECMAScript 6-da gəlib. Deyirəm let set new set. Bu da elə map kimi JavaScript tərəfindən bizə verilir. Construct function-dan necə instance alırdınızsa, setdən də belə instance alırsınız. Setin map'dən fərqi olaraq key value pairs məntiqində deyil. Yəni key value yoxdur, yalnız value'ları verirsən. Və map'dən digər fərqi də odur ki, yalnız unique ədədləri yığır. Yəni, gəlirik set add 1. Set string nə istəyən yığır. Set add 3. İndi gəlirəm set add 2. Okay. Set Unique ancaq bir dənə götürəcəklər. yes. Yalnız 1 2 3. Yalnız 1 2 3. Məsələn, Rufina'ya sual verilmişdi ki, gəlirsən, bir dənə array'in var. Let array 1 2 3 4 5 2 3 1. Nested array idi. Olsun nested array. Array içində arraylər idi. Hə, və deyir ki, hansı array içindəki arraylər, hansı arraylər duplikat olur, onları çıxar. Arraylər yox. Array içindəki arraylərdəki dəyərlərdən hansı duplikat olunur, onları çıxar. Bir dənə bunu yazaq. Yaxşı, indi gəlirik, başlayırıq bunu yazmağa. İndi məsələn, sizə sual verilib ki, burada duplikat olunan şeyləri çıxarın. Məsələn, ilk ağlınıza nə gəlir, nə yazarsınız? Normalda forma yazardım. Aha, nə deyərsən, forma yazsan. Bizə indeksi Təzə bir result əlavə elə, təzə bir array əlavə elə. Bir Aha. götürür Əgər ki, içində varsa bərabərləşdir. Nə? Stepford'dan yazmalı. İçində varsa əlavə etmə, içində yoxsa əlavə et. yox, mən indeksləri yoxlaram. Birinci ilə məsələn 0-cı ilə birinci bir-birinə bərabər deyilsə, yenisini əlavə elə. Bu Bəs birinci indeksdəki ilə 9-cu indeksdəki bir yerdə olsa?
kiçikcə forma yazıb birinciyi götürsün, sonra Yəni bir axıra kod qədər eyni getsin. formada götürür ki, yoxsa Bax, nəyi demək istəyirəm? Məsələn, foru qurdunuz, düzdürmü? For. Quramadım. Foru qurdunuz, düzdürmü? İ. Array length'ini saldınız bura. Aha, indi nə yazarsınız bura? Mən bir dənə də for yazdım. Bir dənə də for yazarsan, yaz. C adlandırırdı. Bu da C olsun, C. İ-dən başlayacaq. İ'dən başlayacaq, aha. Python yazıyor. İ-dən başlayacaq, əgər bərabərdirsə, Bir-bir gedirsən, İ'dən başlayacaq, gedirsən döngü ilə yoxlayırsan. Sonra ikinci dənə çox güzel. Bəs belə eləsən, bir dənə də burada array yaratsan, let another array. yoxdursa əlavə eləsin. Ay, sağ ol. Include, another array, include, array i. Bu versə sənə, True verirsə, true verirsə, əlavə, yox, true verirsə eləmə, else-də əlavə elə. Bunu da belə yaza bilər, düzdürmü? Amma set əməliyyatı ilə bu daha da rahatlaşır. Necə? Deyirəm let, unique, numbers, array, new setdən instans alıram. New setdən instans alıram. Array-i atıram onun içinə və bir dənə də rest edirəm. Все. Setdən unique ədədlərdir deyə ancaq unique ədədlər. Bəli. Set neyinir? Duplikat olanları bayaq set əməliyyatı eləyəndə nəyə gördük? Gördük ki, icazə vermiş. Ona görə bütün unique numberları bizə vermiş olacaqdır. Amma yenə modify eləmiş olmadı da qapısını. Məqsəd odur. Hə, məqsəd sadəcə şeydir, unique numberları ortaya çıxartmaqdır. Restini istifadə edəcək. Şeyləsin də, kopyalasın da. Restini spreaddən niyə istifadə edirdik? Başa düşməyim. Unique olmayanları onu da yaza bilərsən də. New set. Onun birinci nə edirsən ki, unique olmayan. Bax 1 2 3 4 1 2 3 4. O unique olmayanlar. Amma burada yazıb. Hadi burada bu dəqiqə, bu dəqiqə. 1 2 4 5. Burada hardan bildik? Heç nə. Bayaqki bu şərtimiz var ha, include eləyəndə. Amma şərtlərin O include eləyirsə, yox. o sən nə etmirsən? Yoxlayırsan da if include orada vardı deməli, okay. Bir dənə də altından push eləyəcəksən digər array-yə. Başa düşün, 2 dənə array olacaq. Biri təkrar unique-ləri yığacaq, digəri də o təkrar olmayanları yığacaq. Çünki include-a girirsə, deməli nədir? Bu orada var. 1 2 3 var orada, düzdürmü? 4 5-i də digər array-yə push eləyəcəksən. 2 dənə array olacaq. Okay. Necə deyirdin Kənan? Nə bildik resti, spread. Bu spreaddir, rest deyirəm, spreaddir bu. Ha bu spread. Bu spread rest. Yox, spreaddir bu. Okay. İndi mapdəki kimi setində metodları var. Məsələn, set.has. Aha, olub olmaması. Set elədik. Məsələn, gəlin bura başqa bir şeylər yazaq. Mütləq də bu number olsun. Add nə deyək? Something. Set add something. Özüm belə edirəm. Əgər içində referans tag olarsa, sonra yazacaq. Onun adresini öyrətəcək, yoxsa altında. Əgər bunu eləyəcəksənsə, bax bunu eləyəcəksənsə, Təzədən 1 2 3 yazsan. ay sağ ol. İndi nə düşünürsən? Nə olacaq burada? Bayaqkında nə ilə qarşılaşdıq? Undefined verdik. Hər dəfə sən set eləyəndə bunun referensini set eləyəcək ora. Götürəcək də yəni. Yəni götürəcək. Amma sən gəlib bunu mənimsətsən let array 1 2 array 2 1 2 3. Yəni özümün də fikirləşməyi istəyirəm də, yəni Həmən setdə də eyni şeydir. Şey adları eyni olan. İki. İndi çıxartmayacaq, amma bayaq çıxartacaq. amma indi eyni referens olduğundan dolayı nə edəcək? Bəli, birini çıxartmış olacaq. Bayaq ikisini də çıxartmış olacaq. Gəlirik baxırıq. Nədir? Something array 3. Nəyə duplikat elədi?
İndi gəlirik bura. Samsung-u 2 dəfə yox, bir dəfə çoxdur. Gəlirik bura. Bunu atırıq. Nə edir? Gəlir, hər ikisini də çıxartmış olur. Niyə? Referansa görə. Okay. Yəni çatmadı. 52 yazanda 2 dəfə görsən daxilə bir. Yox. 52-ni bax atırıq bura. Gəlirik. Set iterator. 51 dənədir. Sınırında şey var. 1, 2, 3-dür də, vəsə. Tamam. Okay. Burada Yəni mümkün eyni referensdə, vəsə, onu görür, eyni kimi götürür gedir. Necə? məhdəsi kimi value yazmırıq. Bunlar indi key gedir hatta. Ancaq bəli, val, ancaq vallar yox. Yəni əsasən elə setin çıxmaq məqsədi şeydə təkrar olunan, duplicate onları çıxartmaqdır. Vəsə. Tamam? İşi rahatlaşdırır da. Bayaq məsələn görmədim for yazır. Another array include eləyirsə, get onu set eləyirsən qutarı gedir. Sonra set də yenə map kimi has metoduna malikdir. Məsələn, set has array 2. Bu verir ona. Hə. Hə, konsol yapmamışam. Həz neydi? Həz yoxdur. Deyir ki, bu array 2 var ha, bu. Bu set içində varmı həmən bu array? Deyir varsa true, yoxdursa false. Adlandırmanı yenə istədiyimiz kimi edə bilərik. Adlandırmanı bəli. New set yazandan sonra biləcək set olduğu. Buradakı hə, bax buna görə buranın istən əlif set yaz. Onu biləcək ki, nədir? Onu biləcək. Okay? İndi yaxşı, set has array 2, set values, bunu 2 dəfə yazmışam. Delete elədik array 2-ni. İndi nə verəcək bu sizcə? False verəcəkdir. Çünki axırıncı dəfə array 2-ni silir, sonra Yes. konsola göndərir. False verəcək. Yəni iş var. Silmişik direkt. Amma Bəs şeydir. Samsung Hə, gəlsin. bura biz obyekt array versək bayaqki kimi. Hə, bunu deyirsən, bunu. Aha. Bu yenə false verəcək. Niyə false verəcək də? Bax bunu silirəm. Bunu da saxlayıram, add da eləyirəm, bunu da həzf verirəm. Bu sənə false verəcək. Bunun referensini ay sal. Bunun referensi fərqlidir. Okay? De false. Bu gəlir, elə bil bax bizə necə eyni value olsa da bu şəkildə görməsən, heç vaxt o şəkildə görmə. Bunu bax bu şəkildə gör. Bir array 2 Yola fərqli. Mən Gör- şey demək istəyirdim. Tutaq ki, 2 dənə şey yazdıq. Array 2 yazdıq. Set, add. Aha, 2 dənə yazdıq. Array ilə 2 dənə. Və deletedə həmin array-i yazdıq. Onda nə yazdıq? Onsuz bir ələb olur. bunu yazdıq. Bunu demək istəyir. Bunu demək istəyir. Düzdürmü? Yenə false. Yenə də gedib bunu silməyəcək. Silməyəcək bunu. Çünki bunu silməsi üçün delete necə işləyəcək? Götürəcək bu array referensini, valuesunu yox, referens adresini. Gedib həmin setdə həmin referensi axtaracaq. Gözü yoxdur. Şöyle qalacaq. Və array 2-ni görmüş olacaq. Gəlirik, baxırıq. Olmayan şeyi nəfəsin. Silməyəcək də, yəni yox da olmayacaq. Deyə true'nu vermiş oldu. Okay. Elə reference type-ı tutanda yaxşı. Görüm referensi yaxşı tutmusunuz. If-in içinə array göndərdik. Obyekt. Obyekti. Nə olacaq yoldaşlar? If else şərtimiz var. Console 1, console 2 nə var? Nə düşünürsüz? İfin içindəki Bir verəcək. Çünki onlar da özlüyünə bir obyekt çıxarır. Dərbəs qoymuşlar. Yox, bizim reference type-da da array həmin obyektimiz əgər ki yoxdursa, else-ə gedəcək, if-ə çox olmayacaq. Yəni oxuyacağı səhv verəcək, false verəcək deyə else-ə gedəcək. Məncə bu qədər asan olmalı deyil, ona görə Bir də. Normalda bizim obyektimiz reference type-dır. Aha. Gərək o referens olsun, yəni bir onun nəyəsə mənimsədək ki, biz o dolu kimi görsənsin də. If-də də yoxlayır birinci, əgər bu referens olubsa, konsolluğa 1 verəcək. Amma orada false dəyəri olduğuna görə else-ə girib konsolluqdan 2 çıxarır. Uşaqlar, sizin fikriniz nədir? Bir qaytaracaq. Niyə? Çünki boş da olsa onun bir referensi var da.
Yəni Bəli, Məncə də. bəli. Çünki if-in içərisi hal-hazırda uşaqlar. Siz yəni belə deyək də, loru dildə desək, if-in içərisi bax belə görsənir kind-a. Hə. Bax belə görsənir. Yəni belə vizualizasiya eləyəndə bu cür görün məsələni. Onun vecinə deyirlər burada value var yox. Bax o bunu görür. Artıq buna sən bunu konsola falan verəndə gedir bax bu adresə uyğun RAM-da baxır, görür ki, nə value saxlamısan. Amma budur. Ona görə bunu bir kimi görmüş olacaqdır. Biri görürük. Okay? Yaxşı alar. Boş ərə yaradanda da yenə o referans olur. Elə onu sual verəcəkdim. Referans type olduğu üçün yenə də adres olmuş olur. Yaxşı, indi bir məsələ vardı. Bu boş array idi və backenddən şərt qoyublar ki, boş array olanda girsin if-in içərisində bir dənə müəyyən kodumuz var. O işləməlidir. Onda necə edəcəksiniz? Sualı bir. Ərəyə için yox. Bax, elə backenddən belə deyim. Boş array gəlibsə alert çıxartmalısan, belə deyək. İndi if atacaqsan, düzdürmü? Backenddən gəlib, məsələn, lap belə elə. Backenddən nəsə gəldi, fetch elədin, mənimsətdin array. Всё, boş bu var, bilmirsən amma backenddən gəlib. Gəl gözlə array. İfin içinə sıfırıncı indeks ataq ki, true. Onu belə yox. Necə? İfin içinə ərəyin sıfırıncı indeksini ataq ki, true false. Partlayacaq o. O siz dediyiniz boşdursa amma belə yoxlamaq məntiqsizdən. Sıfırıncı Lens indeksi yazarsa yoxdursa sıfır false. yazar. Nə? Lens. Ay, sağ ol. Niyə üzr saç? Lens, sonra nə yazıram? Sıfır olursa. Ay, sağ ol. Yusuf, sonra bəsitdir. Sıfırıncı indeks almalıdır. Yaxşı, bəs bilmirsiniz backdən nə gəlir? Bilmirsiniz. Bax, type bilmir nə gəlir. Third part bir dənə API ilə işləyirsiniz də, backend developer'ınız yoxdur. Array idisə girməlidir if-ə, başqa nədirsə girməlidir yoxsa, onu necə edərsiniz? Necə biləcək? Bax, backenddən yenə bir API var, fetch atdın, mənimsətdin array testi, düzdürmü? Burada bilmirsən nədir. Bu number da ola, obyekt ola bilər. İndi sən birini yoxlamalısan ki, bu array olanda if-ə girsin, qalan hamısında else girsin. Array lensi sıfırdan böyükdürsə. Length sıfırdan böyükdürsə, aha. Sıfırdan böyükdürsə. Yaxşı, bu gəldi, bax bu. Gəlin, girəcək if-ə, amma stringdir. Girir. Onda birdən böyükdürsə. Yenə girəcək. Bərabərsə ərəyə, boş ərəyə. Bərabərsə boş array-yə, belə, belə. Bu həmişə false verəcək. Həmişə false verəcək. Bax, bu belə də olsa, bax bu belə də olsa, bu həmişə false verəcək. Niyə? Bunun referansı fərqlidir, bunun referansı fərqlidir. Sual odur ki, bir dənə uşaqlar, sual odur ki, Asel. Backenddən, bax burada bilmirik. İndi mən array yazmışam da. Bax bu obyekt də ola bilər. Tamam. İndi səndən istəyirəm ki, əgər array test array olacaqsa, bu variable array olacaqsa if-ə girsin. Digər bütün hallarda, yəni obyekt olanda else girsin. Necə yoxlayarıq onu? Type-ını yoxlamalı. Type of-la. Type of-la, bəli, bir variant odur, düzdür. Amma başqa kompleks bir şey olmaz. İkinci variant. Yaxşı bir şey olmaz. Uşaqlar, o yəqin ki, elə type of-u əsas almaq istəyirəm. İkinci bir variantda bunu sizə deyim. Nədir? Array nöqtə is array metodu var. Bəli, bu metod sizə bu array-in array olub olmadığını verəcək. Tamam? Yəni bu array-dirsə array nöqtə is array-in içine atırsınız. Array-dirsə true, deyilsə false verəcək. Tamam? Type of-la yazsaq daha uzun bir şey olacaqdı. Type of-la, hə, type of-la özdə gəlib obyekt kimi də sənə şey eləyə bilər, qaytara bilər onu. Ona görə ən best practice array.is array kimi yazmaqdır. Biz ərəyin arxası backend type-ofunu getmir. Necə? Bu backend yazılır. Biz ərəyin arxa fonu type-ofunu getmir. Array is array-in arxa fonu. Görə baxaq. Constructor var. Bilməm onu. Array constructor. Gələk baxaq da. Array-imiz var. Is array. Is array arqumenti qəbul eləyir, return eləyir, hər şeyi qaytara bilər deyirəm. New array length, array length. Bu yəqin ki type of-u da yoxlayır, length-i də yoxlayır. Belə başa düşürəm.
Amma indi search eləyək də. Gözlə. Bu mən buradan girəm. Stringin sıfırında indeks olur. Ona görə sən Hə, sən Ayda browser bağlamaq olmaz. Şey, şeydəsən, Edge-də. Edge atım yaxşı. Bu Edge deyil. Aha. Array Yəni buradan açmasa browser bir dəfə bağlayıb açanda düzəlir. yaxşı. Deməli bir dənə instance of array atır ona. Bunun başqa şey yox. Aha, istifadə edirəm. Tamam başqa şey yaptı. Orada işlemiyor. Kodlama. Mən heç vaxt kodlamamışam. Axıl yapmışam. Instance of-dan şey eləyir. Array instance of array. Demə iframe-i yaratdı, elədi onu. Deyir array-dirsə, Nux array. Array is array, JS background. Məsələn, array is array, gözləyin, array is array background. Bunun vaxtı saat edirsən. Deyirəm ki, Sən arxamda bana fontu şey niyə yapma. istifadə Bu başqa edirsən? saf. Ben fontumu taşlarına yaxın. Bəli. Bəzən olasın. Nəysə. Üzrə sahib. Məndən böyük. Qorxdu. Ya sanalda boş şey çoxdur qəbul olmaz. Məndən böyük. Üzrə Aa. Çömək lazım olsa gəlməyəcək. Instance of-una baxır onun. Hə, instance of-una baxır. Onu İbrahim lap belə şey eləyərik. Fərqlərinə də girərəm. Görüm instance of keyword-ündən də verəndə, belə də verəndə, orada ən əsas yazmışdıq bir dənə qoydum. Nə idi tam olaraq? instance of, məsələn instance of nə deyə kara yazmışdıq. Hə. Deyilmişdik ki, bu cardın instance alınıbmı? Hə. Əgər alınmayıbsa nə verdi? False verirdi. Ona görə təzədən new-nu qaytarırdı. Hə. Okay. Deməli.